Elektrikli maşınlar haqqında bu məlumatları bilirdin? Əminəm ki, bir çoxunuz bu məlumatları daha öncə heç duymayıb. Video keçid etmədən öncə dəstək ol, birlikdə böyüyək. Elektrikli maşınlar haqqında çox az bilinən reallıqlar. 1. Elektrikli avtomobillər daxili yanma mühərrikli maşınlardan 3-5 qat daha səmərəlidir. Ay ki, bir zəhmət olsun da, necə deyərlər, yağı yox, suyu yox, sür bayna da. 2. Eyni zamanda daha cəld və əksər hallarda daha sürətli olurlar. Misal üçün, Tesla Model S Plaid-in 0-100 sürətlənməsi cəmi 2 saniyə çəkir. Uy başıma xeyir, sürətli olmayıb nə qaracaq deyə güya. Elektrikli özü 1 saniyə dünyanı altı quruq eləyir, bu hələ 2 saniyənin özünə uğur bilir. 3. Nə qədər az oynar hissə, o qədər az problem. Elektrikli avtomobillərin mühərriyində mexaniki hissələr az olduğu üçün daha az texniki xidmət tələb edir. Dədə baba motorlar kimi qaz verəndə içəridə qımışan 50 dənə parça olmayanda problem az olur da qardaş. Yoxsa 0.7-də 4-dən 3 eləyəndə çıxmayan səs qalmır. 4. Sürtünmənin ağıllı gücü. Elektrikli avtomobillər əylət etdikcə enerji toplayır və bataryaya geri döndərir. Cəmaatın uşağı burada deyirlər qardaş. Gör bu nemeslərini ayırıb. 5. Ən bahalı komponent batareyadır. Elektrikli avtomobilin ümumi dəyərinin 30-50%-ni təşkil edir. Ala öz aramızda qardaş. Batareyanı çıxsaq geridə nə qaldı güya? Sideniya, rol, bir də maqnitofon. İzlədiyiniz üçün təşəkkürlər. Bizə dəstək olmağı unutmayın.